Saranın 5 yaşı vardı. O kitabı və yazıb oxumağı çox sevərdi. Və bəzən də özündən böyük bacısının dərs kitablarından götürüb baxaraq zəmzəmə edərdi. Sanki özünü bir kitab oxuyan kimi göstərmək istəyirdi. Hər zaman bacısı dərslərin yazanda yanında oturub diqqətlə ona baxıb qəlbində deyərdi: "Nə yaxşı olardı mən də onun kimi oxuyub yaza bilsəydim." Bu arzu get-gedə balaca Saranın kövrək və kiçik qəlbində özünə yer açıb böyüyürdü. Bir gün o əlinə kağızı alıb qələmlə cızlamağa başladı. Sanki öz aləmində nə isə yazırdı. Bunu görən bacısı soruşdu: "Sara, nə yazırsan?" O başını qaldırmadan dedi: "Dərslərimi." Bacı ona bir dəftər və bir qələm verib dedi: "Bu da sənin dəftərin. Mən yazanda bax, gör necə yazıram, sən də elə yaz." Bacının bu sözü Saranı çox sevindirdi. Sara hələ kiçik olduğundan dərsə getmirdi. Amma yazıb oxumaq sevgisi Saranın kiçik qəlbində gündən günə aşıb daşırdı. Bu sevgi onu daha irəliyə doğru aparmağı ruhlandırırdı və bacısını rahat buraxmayıb tez-tez kitab oxuyub yazmaq barəsində ona sorğu verirdi. Bunu görən bacı ona bir əlifba kitabı verib dedi: Sara, bu sənin əlifba kitabın. Bu kitabdan sənə yazıb oxumağı öyrədəcəyəm. Dərsə gedən zaman sənin üçün yazıb oxumaq asan olacaq." Sara diqqətlə bacısının sözlərinə qulaq verirdi. O, bu sözlərdən sevinib bacısını qucaqladı və sonra əlifba kitabını varaqlayıb şəkillərinə baxdı və hərflərini gözdən keçirtdi. O çox tələsirdi ki, hərfləri öyrənsin. Tez-tez bacısından soruşub hərflərin adlarını öyrənmək istəyirdi. Əlifba kitabı balaca Saranın qəlbində yeni bir aləm yaratdı. Ona elə gəlirdi ki, daha böyük qız olub və hər şey bacarır. Onun balaca qəlbi sevinib, iftixar hissi ilə döyünməyə başladı. Üzünü bacısına tutaraq qürur ilə dedi: "Mən də bu sabah səninlə məktəbə gedəcəyəm. Mənim də kitabım var." Bu sözləri eşidən anası dedi: "Qızım, daha gecədir, yatmaq vaxtidir. Yat, sabah erkən qalx, bacınla məktəbə gedərsən." Sara kitab əlində yatağa uzandı. Bir az məktəb barədə öz-özünə düşünürdü. Qəlbində dedi: "Sabah məktəbə gedib bacım kimi yazıb oxuyacağam." Bu halda yuxuya gedib yatdı. Məktəb xəyalı onu yuxuda da rahat buraxmayıb, gördü ki, birinci gündür məktəbə gəlib. Burada onun kimi uşaqlar çoxdur. O bir kimsəni tanıya bilməyirdi, amma gözü nə isə axtarırdı. Bu halda balaca bir qız ona yaxınlaşıb əlindən tutub dedi: "Sara, sən də məktəbə gəldin." Bunu görən Sara diqqətlə baxıb, amma tanımadı. O dedi: "Sara, niçin məni tanımadın? Mən sənin çox sevdiyin dostunam. Adım Əlifbadır. Məni səninlə bacın dost edib." Sara bu sözdən çox sevindi. Əlifba dedi:
Məni bütün məktəblərdə uşaqlar tanıyır. Bol-bol dostlarım var. Səni onlar ilə tanış edəcəyim. Əlifba Saranın əlini tutaraq məktəbi gəzdirdi. Müəllimləri, uşaqları ona göstərdi və sonra birinci sinifa aparıb dedi: Mənim burada da 32 əsil dostlarım var. Səni onlarla tanış edib adlarını deyib öyrədəcəyim. Əlifba Saranı 32 əsil dostlarla onu tanış edib dedi: Bunlar sənin qəlbində yaşatdığın və sevdiyin və arzusunda olduğun dostlarındır. Adlarını yaxşı öyrən. Yadında saxla. Bunlar sənin ömür boyunca əlindən tutaraq bütün aləmi sənə tanıtdıracaqlar. 32 dost öz adlarını bir daha Saraya söylədilər. Əlifba başda olmaqla birlikdə əl-ələ verib şirin mahnılarla oxumağa başladılar. Əlifba deyirdi: Əlifbayam, əlifba, kitabların anası, içimdədir yaşayır yerin, göyün mənası. Bu sözləri eşidən uşaqlar diqqətlə qulaq verirdilər və göydən ötən quşlar da qanad saxlayıb öz nəğmələrini bunların səslərinə qataraq oxumağa başladılar. Saranın gözəl səsi var idi. Əlifba dedi: Sara, bir daha oxu, hamı eşitsin. Sara uca səslə oxumağa başladı. Bu halda o öz səsinə oyanıb ətrafına baxdı və anasını gördü. Bir az öz-özünü düşündü. Anası dedi: Sara, qalx, bacınla məktəbə gedəcəksən. O dedi: Ana, yuxuda gördüm ki, məktəbə getmişəm. Orada Əlifba mənə şeir öyrətdi. Onu oxuyum, eşit. Sara yuxuda öyrəndiyi şeiri oxudu və anası onu yazdı. Həmən gün bacısı ilə onun məktəbinə gedib arzusunda olduğu məktəbi yuxuda yox, bəlkə aşkarda görürdü. Məktəb onun çox xoşuna gəldi. Bacısı onun oxuduğu şeiri müəllimə verib dedi: Bu şeiri balaca bacım Sara yuxuda öyrənib. O, yuxunun necə olduğunu müəllimə söylədi. Müəllim bu sözdən çox maraqlandı və bir çox uşağı toplayıb Saraya dedilər o şeiri bir daha da oxusun. Sara gözəl səslə Əlifba şeirini oxudu. Müəllimlər, şagirdlər Saranın bu gözəl şeirini çox sevdilər. Onu alqışlayıb ona sağ ol dedilər. O gündən bəri bu şeiri Saranın adı ilə ağ bezə yazıb birinci sinifin divarından asdılar və bütün Əlifba kitablarının başında onun adı ilə birlikdə yazılaraq bütün uşaqların dillərində gözəl bir nəğməyə çevrildi. Əzizinəm yazanlar, oxuyanlar, yazanlar. Bu dünya bir kitabdır, oxumayan az anlar.